Biz Coşqun müəllimin layihəsinə start verdik və bir neçə tir modellərini sizə təqdim elədik. Bu gün də bu layihə çərçivəsində sizə bir çox PCB modellərindən məlumat verəcəyik. Gördüyünüz kimi arxamızda bir çox PCB çeşidləri mövcuddur. Bugün sizə təqdim edəcəyimiz model Kral Arms şirkətinə məxsus olan Big Max modelidir. Bu arada Kral Arms şirkətinə də biz öz təşəkkürümüzü bildiririk onların komandasına ki, həqiqətən də belə gözəl modellər, tir tüfəngləri olsun, ov tüfəngləri olsun, keyfiyyətli silahlar istehsal edirlər. Biz onlarla artıq 20 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq dostluğa çevrilib artıq və neçə 20 illərdə onlarla əməkdaşlıq edəcəyik. Bu model söylədiyim kimi Kral Arms Big Max modelidir. Model digər modellərdən fərqli olaraq 2 ədəd balonu mövcuddur. Hər balonda da 250 bar təzyiq tutur. Lülə uzunluğu 58 cm-dir. Bu modelin 4.5, 5.5, 6.35 kalibrləri mövcuddur. Amma Azərbaycan Respublikasının qanunlarına görə Azərbaycanda 4.5 mm-dən yuxarı olan modellər qadağandır və bu modeldə 4.5 kalibrdir. Gördüyünüz kimi model sintetik qundaqdır. Üzərində 2 ədəd maqazini veriləcək modelin. Mağazinlərdə 14 ədəd güllə tutur. Və işlətmə həqiqətən çox rahatdır. Çəkirsiniz, mağazini doldurdunuz 14 ədəd güllə ilə bu hissədən yerləşdirdiniz. Qarşıya doğru verirsiniz. Bu hissədə gördüyünüz kimi fire və save modu mövcuddur. Bunu atışa seçib atış edə bilirsiniz. Bunun gülləsinin uçuş sürəti 1300 fitdir. Bu da 330 metr bölünsün saniyə edir. Enerji dəyəri 43 jouldur. Çəkisi 4.4 kiloqramdır, yəni 4 kiloqram 400 qramdır. Bu hissədə balonun biri burada yerləşir, bir isə ön hissədə yerləşir. Bu hissədə stabil məsələ üçün, masa üzərində atışlar üçün burada arxa hissəsi ayarlana bilir, yəni yuxarı aşağı rejimləri mövcuddur. Üzərinə istədiyiniz optik pilçeli bağlaya bilirsiniz. Biz nümunə olaraq birini bağlamışıq. Model həqiqətən də gözəldir və keyfiyyətlidir. Bizdən alıb yararlana bilərsiniz. Və Azərbaycanda Kral Arms modellərini, bütün məhsullarını satan, ən çox satan mağaza Ovçaevi Coşqunun mağazasıdır. Əziz iştirakçılar, bildiyimiz kimi layihəmizin devizi bütün silahlar haqqında ətraflı, dolğun, dürüst məlumat verməkdir. Burada qulaqdan dolma məlumatlar deyil, mənbəyindən araşdırılmış düzgün məlumatlar verməkdir məqsədimiz. Və biz bu tür videoların davamını gəlmək istəyirsə kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Silahlar haqqında daha ətraflı məlumat əldə etmək istəsəz, ekranda göstərilən əlaqə nömrələrimizlə əlaqə saxlayıb bizdən daha ətraflı, daha böyle geniş məlumat əldə edə bilərsiniz.